Salam əziz bacılarım, qardaşlarım. Rəbbim İsa Məsih ismi ilə hər birinizi salamlayıram. Və adəti üzrə biz yenə dirilmə günü bir aradayıq. Biz yenə də kilsədə bir araya gəldik. Əslində bu Rəbbimizin bizə olan bir lütfüdür. Biz bugün bir yerdəyik. Çünki elə ölkələr, elə bacılar, qardaşlar var ki, belə bir görüşlərin həsrətini çəkirlər və onlar üçün bu əl çatmazdır. Əslində bu yaxşı mövzudur ki, Rəbbə şükür edək ki, bizim Allahın lütfüdür ki, biz bu ilə yığışıb onu izzətləndirə bilirik. Sizinlə bugünkü söhbətim çox aktual bir mövzudan olacaq. Biz nə üçün kilsəyə gəlməliyik? Və yaxud da gəlməliyikmi? Bu suallar ətrafında olacaq. Və bugün kilsəyə gəlməyin vacibliyi və əhəmiyyəti haqqında müzakirələr aparacağıq. Doğrudan maraqlı sualdır. Niyə biz bugün kilsəyə gəlmişik? İstərdim hər birimiz bu sualı bu dəqiqə özünə versin. Mən Pərviz nə üçün bu ilə kilsəyə gəlmişəm? Bugün səhər yuxudan oyananda burada olan hər bir insan qərara gəlib. Hər bir insan yuxudan oyananda qərara gəlib ki, mən bu ilə kilsəyə gedəcəm. Və bunun üçün burada olan hər bir insanın fərqli səbəbləri ola bilər. Həmçinin bu günlərin bura gəlməyən insanlar belə, onlar səhər yuxudan duranda, onların səbəbləri olub ki, biz nə üçün bu ilə kilsəyə getməyəcəyik? Və onlar da qərar veriblər ki, mən bu ilə toplantıya iştirak etməyəcəm. İstərdim Zəbur 122-ni 1-ci, 2-ci ayələri açaq və bir yerdə oxuyaq. Burada belə yazılır. Mənə Rəbbin evinə gedək deyilərkən sevindim. Ey Yerusəlim, sənin darvazalarından keçdim, torpağına qədəm qoydum. Amin. Əgər biz bu Zəbur kitabına diqqət etsək, diqqətlə oxusaq, görərik ki, Zəbur kitabında Zəbur 120-dən Zəbur 134-ə kimi olan Zəburlar qısa mətinli Zəburlar. Və bu Zəburların üstündə yazılıb. Azərbaycan dilində bu gedir ziyarət məzmurları, ziyarət üçün olan nəğmələr. Rus dilindən tərcümədə daha belə qeyri-adi çıxır. Rus dilində tərcümədə bu yüksəliş məzmurları, yüksəliş nəğmələri kimi səslənir. Və bu haqqında biraz araşdırmağa başladım və bir şeyə ortaq məxrəcdə bir yerdə dayandım. Mən düşünürdüm ki, yəqin Yahudilər harasa yüksəlir də, yəqin səmaya zada qalxır da, xəbərimiz yoxdur. Yox, əslində bu belə deyildi. Yerusəlim şəhəri İsraildə dağların zirvəsində yerləşirdi. Aralıq dənizi tərəfdən və yaxud da Tel Aviv şəhəri tərəfdən Yerusəlimə qalxası olsaz, yol daim üzü yuxarı olur. Və bunu orada olan insanlar da sübut edə bilər, gözü ilə görüblər. Hətta Ölü dəniz tərəfdən qalxsa, yenə də oradan istiqamət ancaq üzü yuxarıdır. Allahın məbədi isə Moria dağında yerləşirdi. Bu o yer idi ki, harada ki, İbrahimə Allah əmr etmişdi ki, oğlun İshakı mənə qurban gətir. Və sonradan Allah əmr edir ki, orada məbəd qursunlar. Davud bu məzmurları Rəbbin evi dediyi, bu məzmurda dediyi Rəbbin evi məhz həmin o yer idi. Hara ki, onlar yüksəlirdilər. Davud bu məzmurları və ya bu nəğmələri Rəbbin evinə gedərkən oxumaq üçün yazmışdı. Və bu səbəbdən bu məzmurlar yüksəliş nəğmələri, yüksəliş məzmurları deyə adlanırdılar. Yahudi xalqı bu nəğmələri, bu məzmurları Allahın məbədinə, Allahın evinə getməmişdən öncə oxuyurdular. Doğrudan maraqlıdır, qəribədir. Bir sualım var hər birimizə, içimən daxil. Kim bu günlərin toplantıya gələndə yolda Allah izzətləndirir? Məzmurla, ilahi ilə. Biz bunu edirikmi? Yox, bu yəhudilər üçün bir göstəriş forması deyildi ki, biz Rəbbin evinə gedirik, bizə qulaq asın. Yox. Yəhudilər hələ yolda olarkən, onlar dərk edirdilər ki, Allahın evinə gedənməmişdən qabaq ürəyimizi hazırlamalıyıq. Onun üçün onlar bu məzmurları oxuyaraq öz ürəklərini Allahın huzuruna hazırlayırdılar. Yaxşı, biz necə Allahın huzuruna, Allahın toplantısına gəlməmişdən qabaq ürəyimizi hazırlayırıqmı? Bunu önəmli sayırıqmı?
Oxuduğumuz Zəburda yazılmayıb Davuda kim deyir ki, gəl Rəbbin evinə gedək. Amma bir şey bilirəm. Orada yazılıb ki, mən bunu eşidəndə sevindim. Davud şah idi. Davud peyğəmbər idi. Amma buna baxmayaraq, ona Rəbbin evinə gəl deyəndə, o buna görə sevinir. Bəs biz necə? Bu illərim eşidəndə ki, kilsəyə gedəcəyik, bizim ürəyimizdə sevinc olurmu? Davud şah idi. Amma Rəbbin evinə gedəndə o şah kimi davranmırdı. O şahların bəzədilmiş kürsülərində Allahın məbədinə getmirdi. O İsrail xalqından biri kimi öz ayaqları üstündə, məzmurda da görünür, öz ayaqları üstündə Allahın evinə gedir. O heç kimlə ayrı-seçkilik etmir. O özü üçün münasib insanlar axtarmır ki, yox, mən filan kəslə gedəcəm Allahın evinə. O xalqla bir yerdə gedir. Biz bu illə Rəbbin huzuruna gələndə biz necə gəlirik? Biz öz əhatəmizə uyğun insanlar axtarırıq. Biz ayrı-seçkilik edirikmi? Bu sual ətrafında düşünəndə ki, biz niyə kilsəyə gəlirik və bu praktikada bu bir neçə insana sual verdi və sualların cavabları xüsusən iki formaydı. İnsanlar adətən bu suala iki cür cavab verir. Birinci cavab odur ki, mən toplantıya, mən kilsəyə gəlirəm ki, ruhlanım. Burada vəz gedir, Allahdan nəsə eşidim, həyatıma tətbiq edim. Və bunlar o insanlardır ki, kilsəyə gəlirlər ki, nəsə əldə etsinlər. Və ikinci növ insanlar kilsəyə gəlirlər ki, kilsə üçün nəsə etsinlər. Məsəl üçün, mən bu iləm gəlməyə bilməzdim, mən vazdayam. Mən gəlib Allah kamı bölüşməliyəm. Rəşad qardaş bu iləm gəlməyə bilməzdi, o izzətləndirmə aparır. O, həmin vaxt Rəşad qardaşa aiddir. Və bu cür insanlar kilsəyə gəlirlər ki, kilsə üçün nəsə etsinlər. Əslində, bu çox da düzgün cavab deyil. Bu şeylərlə, cavablarla getsək, onda elə çıxır ki, kilsə iki hissədən ibarətdir. Bir hissə izləyicilər, ikinci hissə isə çıxış edənlər. Biz yalnız bu suala bir vəziyyətdə cavab verə bilərik ki, nə vaxt ki, kilsədə öz funksiyamızı biləcəyik. Əslində, kilsə bu məkan deyil. Bu, yığışdığımız bina kilsə deyil, yox. Kilsə insanların toplandığı yerdir. İnsanların toplandığı, Rəbbi izzətləndirdiyi yerdir. Biz kilsədə yerimizi dərk edəndən sonra başa düşəcəyik ki, biz niyə kilsəyə gəlməliyik? Biz başa düşürük ki, niyə bu qədər önəmlidir ki, bir yerə yığışaq? Həvarı Paul 1 Korinfillər məktub 12-ci fəsil 27-ci ayədə belə yazıb. Siz də Məsihin bədənisiniz. Ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. Kilsə Məsihin bədənidir və bizlər hər birimiz bu bədənin üzvləriyik. Deyirəm, çox qəribə olardı. Təsəvvür eləyin, qapı açılır, kimsə içəri daxil olur, yaraşığı yerində, boyu buxunu, əlləri yoxdur. Sorursan ki, qardaş, sən əllərin hardadır? Hanı əllərin? Deyir, dün əlləm toydaydıq, yorğunçuluğuydu. Əllər dedi ki, yox, mən bu iləm kilsəyə gəlməyəcəm. Doğrudan bu qəribə olardı. Biz Məsihin bədən üzvlərində biz öz funksiyamızı biləndən sonra biz dərk edirik ki, bizim kilsəyə gəlməyimiz vacibdir. İndi çox təəssüf ki, müasir dövrdür. O, internet texnologiya dövrüdür. Və əslində bu yaxşıdır, amma bir tərəfdən də pisdir. Bu, bəzi insanlara bəraət qazandırmağa səbəb yaradır. Soruşsan toplantıya nə gəlmirsən? İnternetdən qulaq asacağam və yaxud da onlayn qoşulacam, qulaq asacağam. Bu, sanki bir bəraət formasına gəlib. Məncə, İsa Məsih bilirdi. 2000 o yer üzünə gəlib, ölüb, diriləndən sonra, 2000 il sonra belə bir dövr gələcək ki, haradakı internet olacaq. Amma buna baxmayaraq, İsa Məsih Matta müjdəsi 18-ci fəsil 20-ci ayədə belə yazıb. Belə deyib. Çünki harada 2 ya və 3 nəfər mənim adımla yığışırsa, mən də orada, onların arasındayım. Amin.
Bugün Rəbbə çox şükür, biz 200 nəfər deyilik, çoxuq. Və Rəbbimiz vədinə sadiqdir. O bizim aramızdadır. Bu müqəddəsliyin bir hissəsi olmaq üçün, Rəbbə birgə vaxt keçirmək üçün bizim kilsəyə gəlməyimiz vacibdir. Biz bu günlər necə Rəbbin huzuruna gəlmək üçün can atmayaq? Əgər Rəbb deyib ki, 200 nəfər yığılışırsa mən oradayam, biz necə bu gün kilsəyə gəlməyə can atmaya bilərik? Amma çox təəssüf, nədənsə bir çoxları bunu önəmsəmir, bunu önəmli saymır və buna can atmır. Bir trend var, hansı ki artıq 2000 ildir ki davam edir. Hətta Havari Paul İbranilərə yazdığı məktubda bu yer alır. İstərdim İbranilərin məktub 10-cu fəsil 25-ci ayələri bir yerdə oxuyaq. Burada belə yazılıb. Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağınızı tərk etməyin. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birinizi daha çox ruhlandırın. Bəli, hələ 2000 il bundan qabaq bu trend var idi. İnsanlar yığıncaqları tərk edirdilər. 2000 il bundan qabaq da bu mövzu aktual idi. Hansı ki, Havari Pavel İbranilərə məktubda bunu demişdi. Bir 3-4 ay bundan qabaq bir köhnə imanlı bir qardaşla rastlaşdım və hal-əhval tutduq, necəsən, nə edirsən və axı bu imanlıdır. Birinci sual nədir? Kilsəyə gedirsən, toplantılarda iştirak edirsən. Döndü belə baxdı, dedi, yox, vaxt var, işdən gücdən başım açılmır. Orada da nə dəyişib, heç nə yenilik yoxdur. Və bu cavabları mənə qaytardıqca mənim içimdə bir qısqanclıq yaranırdı. Bu necə ola bilər? İmanlı insan bunu necə dilinə gətirə bilər? Necə ola bilər ki, mənim bacılarım, mənim qardaşlarım Rəbbin huzurunda dirilmə günləri yığışırlar, mənsə bunu önəmsəmirəm, mənsə bunu vacib saymıram. Əzizlərim, istəyərdim ki, biz toplantılara gəlməyi, kilsədə iştirak etməyi özümüzə qanun qoyaq. Çünki həqiqətən də bu vacibdir. Bu dünya qayğılarına qalsa, bu dünya qayğıları bitməyəcək. Əslində, dirilmə günü Rəbbə həsr olunması gündür və inandırım sizə, həmin günü qayğılarımıza həsr etsək belə, yenə də bu dünya qayğıları bitməyəcək. Bu yaxınlarda bir qardaşımla danışırdım, o öz həyatından şəhadətçilik etdi mənə. Dedi, yeni imana gəlmişdim və deyir, bizim bir polkamız var idi, alış-veriş yerimiz və oradan çörək pulu qazanırdıq. Səhər tezdəndən, dirilmə günü səhər tezdəndən anam mənə dedi ki, get polkanı aç, bu günlərin bazar günüdür. Əslində bu bazar günü söhbəti də şeytanın bir tələsidir insanların həyatında. Bu dirilmə günüdür, onu da bazar gününə çeviriblər. Və deyir, bazar günüdür, bu günlərim yaxşı alış-veriş olacaq. Əslində, alverçilər bunu daha yaxşı bilər ki, ən yaxşı alış-veriş bazar günləri olur. Və insanlar alış-verişə meyilli olurlar bu vaxt nədənsə. Və həmin qardaş anasına bildirdi ki, mən bu günlərim toplantım var, mən toplantıda iştirak edəcəm. Və israrlara baxma, həmin qardaş toplantıya gedir, toplantıda iştirak edir və həmin günü malı açmır. Və bir daha alverçilər bunu daha yaxşı bilər ki, birinci gün alverçilərin dilində ölü gün sayılır. Həmin günü alver olmur. Bilmirəm nədəndir, nə əlaqədardır. Bu həmin günü alver olmur. Və həmin qardaş dirilmə günü malını açıb satmadığına görə birinci gün qərara gəlir ki, gedim mal açım. Gedir polkanı açır və o mənə şəhadətçilik etdi ki, həqiqətini deyirəm. Deyib, bəlkə də mən bazar günündə qazandığımın 3 qatını qazandım həmin vaxt. Bu Allahın möcüzəsidir. Bu odur ki, sən Allaha ayrılan vaxtı önəmsəyirsən və Allah sənə bərəkətləyir. Əzizlərim, əgər sən dirilmə gününü dünya qayğısına görə qurban verəcəksənsə, əmin ol, heç nə əldə etməyəcəksən. O qayğı yekunlaşmayacaq, o qayğı bitməyəcək. Bununla sənin dərdin qurtarmayacaq, əksinə, sən get-gedə Allahdan uzaqlaşırsan. Ən çətini, kilsəyə gələn insan üçün ən çətini bir dəfə toplantını buraxmaqdır. İkinci dəfə artıq sənə o qədər təsir etmir bu və get-gedə sən kilsədən soyunmağa başlayırsan. Səni dünya özünə çəkir. Və mən belə bir şey bilirəm. Əgər
közü ocaqdan çıxardıb qırağa qoysan, o sönəcək, o yanmayacaq. Bizi alovlandıran Məsihin ruhudur və onun üçün biz vacib kilsədə, toplantıda Allahın huzurunda olmalıyıq və bunu önəmsəməliyik. Amin.